Uşağımı çalıştıran kim, öldürdüren kim? Öldürene bir defa da 2 nəfəri dindirdim. Xeyr oğlum, hanıdır silə? Hanıdır silə? Niyə dindirmədin qana deyirlər? Bu uşağıma bu günləri hökm oxundu. Bu günləri hökm oxundu. Yasin Mirzəyevə hökm oxundu. Mən bu hökmlə razı deyiləm. 9 il alta iş verdilər yeni yetim olduğuna görə. Üstəlik də mənim uşağımı ora çağırtdıran, sifarişlə öldürtdürən ortalıqda gəzib deyir ki, kef eləyirəm də öldürtdürdüm. Vuran tutuldu, hökm oxundu. Vəssalam, öldürtdürən orada 10 nəfər sinif uşaqları Ramin, Mətləb, Mənsur, Süleyman, Əlirza mənim uşağımın bir nömrəli ölümünün səbəbkarı Əlirzayı Əlidir. Mənim uşağımı o sifarişlə çağırtdırdı ki, Yasin, gəl Həsəni məhv etmək lazımdır. Hanım, hadisə harda olub? Hadisə Zabrat qəsəbəsi 71 sayılı məktəbdən çıxıblar. Neçənci ildə? 2024-cü ilin Oktyabrın 2-si 2024-cü ildə. Özünüzü təqdim edin, xahiş edirəm. Demək, mən Qurbanova Həsən Atəşoğlunun anası, zərər çəkmişin hüquqi varisi Qurbanova Ərkinaz Rəşid qızı. Mən bu işə etiraz edirəm. Mən Kamran Əliyevin qəbulunda oldum. Kamran Əliyevə xahiş elədim ki, iş geri qayıtsın. İşi Sabunçu rayon, baş prokurorluğu heç bir şey eləyib, işi qoyub qırağa. Çox belə, necə deyim, laqeyd yanaşır mənim oğlumun işinə, heç nə. Hadisə necə olub? Hadisə qrup şəklində, qrupda söhbət eləyiblər. Bir dənə mənim uşağım girib deyib ki, danışığınıza fikir verin, burada mən də varam. Bu nə danışıqda ala danışırsınız. Bir dənə ala sözünə görə hamısı birləşib 10 dənə sinif yoldaşlarından bir yerdə kamera görüntülərindən görünür. Bəli, kamera görüntülərdə yayıldı. 10 nəfər uşaq, bir də kənardan çağırılan qatil, cinayətkar Mirzəyev Yasini də çağırıblar. Mənim uşağımı həyatdan məhrum elədilər. Demək, mənim uşağım qan itirmədən, köməksiz vəziyyətdə qalıb, qan itirmədən. Heç kim kömək etməyib mənim uşağıma, çoxlu qan itiribdir. Adi bir dənə yol maşını, təcili yardım da çağırmayıblar mənim uşağıma. Hamısının üstündə telefon olub, özünüz də eşitdiniz. Hamısı dedi telefon var idi üstümüzdə. Bir dənə mənim Həsənimin telefonu evdə qalmışdı, məlumat verə bilməmişdi. O uşağı köməksiz vəziyyətdə, çarəsiz vəziyyətdə Süleymanı səsləyib ki, Süleyman sən niyə gedirsən, mənə kömək elə. Qanım gedir, mən halsızlaşıram, mənə kömək elə. Süleymanı şahid qismində çağırmadılar. Məhkəmə dedi ki, Süleyman çağırılmayacaq ora. Süleyman Həsənin tərəfində çağırılacaq. Ona görə də Süleymanı çağırmadılar şahid qismində ora. Hökm oxundu. Mən bu hökmlə razı deyiləm. Çünki mənim uşağımı öldürtdürən, sifarişlə öldürtdürən Əli olub. Bunu hamı deyir. Ərkinaz? Bəli. Bugünkü şahid Ağazadə Mənsur. Bəli. İfadəsindən bəlli oldu ki, əslində bütün bu konfliktlərin başlamasına səbəb məhz onun hərəkətləri olub. Onun hərəkətləri yox, qrup şəklində olub. Qrupda deyib ki, bəli, ala deyib də, ala bu söhbəti yığışdırın. Bu da deyib, ala sözü sənə ləzzət. Mən Mənsurun söhbətlərini bilmirəm. Çünki oğlumun ölümünü eşidəndən sonra WhatsAppda da, qrupda da özü mesajları silibdi hamısını. Mən sübutum da var əlimdə. Sübutum da var. Onun yazdıqları yox. Yazılıb ki, Mənsur tərəfindən yazılan mesajlar silindi. Bunların heç bir sübut olunmadan, heç bir araşdırılmadan cinayətkara hökm oxundu. Heç o hökmlə də razı deyildim, bağladılar cinayəti. 11 nəfərin içərisindən uşağı demək olar ki, amansızcasına qəsd. Amansızcasına, köməksiz, bəli. Qan itirmədən, bəli. Təcili yardıma zəng vurulub. Xeyr, polisə zəng vurulub. zəng olmayıb. Təcili yardıma zəng etmə. Polis gəlib yalnız cinayətkarı tutub aparıb. Deyib ki, bizim ixtiyarımız yoxdur, onu balnitsaya aparmağa. Bizim ixtiyarımız, yalnız hökmümüz ona çatır ki, biz cinayətkarı həbs eləyək, biz cinayətkarı aparaq. Mənim uşağımı da bir dənə yol maşını səsi eşidib ki, qışqırır uşaqlar ki, öldü, neyinirsiniz, öldü.
Gəlib uşağa, heç kim, orada daş sexinin işçiləri olubdu. Mən uşağıma onlar da kömək eləməyiblər. Uşağımı o maşınına qoyub, şəxsi maşınına aparıb, o da ki şikəst, sudurqalı insan olubdu. Maşınına qoyub aparıb onu sabunçuya. Sabunçuda uşağım ayağını atıb yerə düşüb maşından. Orada sabunçuda da baxmayıblar. 3 saylı şəhər xəstəxanası sabunçuda. Baxmayıblar ki, bu uşağın sənəti yoxdur. Məlum deyil sənəti bu uşağın, şəxsiyyəti yoxdur. Nə məktəbə məlumat verib 10 nəfər, 11 nəfər. Məktəbə məlumat verməyiblər ki, Həsənin başında bu hadisə var. Heç kim məlumat verməyibdi. Nə də ki, o uşağın səbəbkar Əlirza uşağıma gecə saat zəng eləyib ki, konum at mənə, səndən görüşüm. Mənim oğlum da deyib ki, gecə neçədə deyib, 1-də gələcəm sənin qapıva, səndən görüşməyə. Bunların hamısı sübutu var məndə. Mənim oğlum da deyib ki, mənim ailə vəziyyətim, ailə tərbiyəm, saat 1-də məni qoymurlar da bayra çıxmağa. Deyib, onda gəl məktəbdə danışarıq. Deyib, yaxşı, təkbətək amma. Deyib, təkbətək gələcəm, söz verirəm, kişi kimi ki, təkbətək gəlib səninlə söhbət edəcəm. Mənim uşağım dərsə yola salıram, səhər heç nə mənə demədən uşağım. Səhər naharını vermişəm, uşağımı yola salmışam. Bir də saat, mən 5-in yarısı mənə zəng eləyib, deyiblər ki, gəl uşağın ölübdür, xəstəxanada bıçaqlayıblar uşağımı. Mən artıq uşağımı gedəndə uşağım artıq morqdaydı, yox idi uşağım. Mənə qlavraç dedi ki, uşağın qanı itirmədən ölüb, artıq gələndə gec idi, yox idi uşağın sənin həyatda. Qan itirmədən öldü mənim uşağım, ona qəsd elədilər. Hansı polis bölməsində iş gedib? 15-ci polis bölməsində. Sabunçu rayonunun 15-ci polis bölməsində. Bəs bu onu qətlə yetirənlər, o dəstənin üzvlərindən valideynləri heç kim mənə yaxınlaşmadı. Bir üzrxahlıq heç kim məndən üzrxahlıq etmədi. Mən hamısının üzünü məhkəmədə gördüm. Nə, bax, şahid qismində Ramin də yazılmışdı ora. Heç məhkəmə Ramini çağırmadı. Heç Ramini dindirmədi. 2 dənə, bir Əlirza dindirildi, Əli. Bir də bu günləri Mənsur dindirildi. Mənsur nə dedi? Yadımdan çıxıb bilmirəm, yadımda deyil. Niyə elə deyir? Əli də dedi ki, bəli, Allah sözü dediyinə görə biz onu öldürdük. Biz onun qəsdinə durduq ki, sən niyə bizə ala deyirsən? Niyə Əlirzanı tutmadılar? Həbs etmədilər? Əlirzanı həbs etmədilər ki, çünki Əlirza üstündə bıçaq olmamışdı. Bıçağı əsas dedilər, bıçaq Yasinin üstündə olub, Yasin vurubdu. Amma bu mənə çox maraqlıdır. Mənə çox maraqlıdır. Əli etiraf elədi. Əli dedi gecə saat 2-də mən getdim Yasinin evinə. Yasinə dedim ki, sabah Həsəndən söhbətim var. Yasin dedi ki, Həsən kimdir? Dedim bizim sinif yoldaşımızdır. Mən onu çağırdım, indi görüşə gəlmədi. Yasin sabahları saat 2-də məktəbin qabağında olarsan. Bunların hamısı var onun ifadəsində. Yasin də deyir, yaxşı. Sonra günorta hamı məktəbə gedir. Həsən də məktəbə gedir. Bütün uşaqlar məktəbə gedir. Amma Əli getmir. Əli çünki gedir. Yasinə deyir ki, birdən yadından çıxar ha. Biz getməliyik. Həsənlə bizim görüşümüz, söhbətimiz var. Demək, bu Yasini də götürür bir yerdə Əli. Gedirlər məktəbin qabağında, gözləyirlər mənim oğlumu, Qurbanov Həsənim. Mənim oğlum dərsdən çıxandan sonra həmin bu 11 nəfər sinif yoldaşı, yad adam yox, parta arxasında oturduğu sinif yoldaşları, Əli, bir də Yasin. Mənim uşağımı götürüb aparırlar Zabratda qəbirstanlıq yoluna. Qəbirstanlıq yoluna aparırlar. Birinci Əli kəllə atır mənim uşağıma. Dalaşırlar orada. Mənim uşağımı bir bıçağı görür ki, Əli təkliyibdir. Axı Əli Yasini çağırıb köməyə. Qrup baboy şəklində oldu. Heç kim yaxınlaşmayıb köməklərinə, heç kim ayırmayıbdı. Mütəşəkkil dəstə şəklində. Mütəşəkkil dəstə şəklində. Bəli, bu Leyla xanımın özü deyir ki, hakim Leyla Əskərova Məmmədova. Deyir, 3 dənə qrup olmusunuz deyir. 3 dənə qrupa ayrılmışsınız deyir. Bu sözü deyir. Amma heç birini onların demir ki, məsuliyyətə cəlb olunsun. Heç birini demir, hökm oxuyur, burada iş bağlansın. Mən Kamran Əliyevdən də xahiş edirəm. Mənim işimə baxmadılar. Sabunçu rayon baş prokurorluğu İbrahim Ləmbəranski. Mənim uşağım sanki bir dənə toyuq oğrusu öldürdülər. Yeni yetimə mənim uşağım son zəng görmədi. Mənim uşağım böyle 11-ci sinifi qutarırdı. İdmançı oğlan idi. Xanım, məhkəmənin qərarından, hökmündən narazı olur.
Növbətdə Narazıyam. Əlbəttə narazıyam. Apellyasiya Kimə şikayət apellyasiyaya müraciət eləmək istəyirəm? Mən müraciət eləmək istəyirəm ki, məhkəmənin qərarı ilə razı deyiləm. Orada mənim uşağımı qrupa bu şəklində öldürüblər. Orada Əli, Mənsur, Ramin, Mətləb, bunların 4'ü məsuliyyətə cəlb olunsun ki, məqsəd nə imiş mənim uşağımı öldürməkdə? Niyə? Onların fikri var. Familiyası nədir? Qurbanova. Qurbanov Həsən Ateşoğlu. Amansızcasına heç nəyin üstündə mənim uşağımın qəsdinə durub mənim uşağımı öldürdülər. Mənim bir dənə qızım əqli geridir, ikinci qrup əqli geridir. Mənim qızım, oğlum sudurqalıdır, 19 yaşı var, mən onu hərbi xidmətə göndərə bilmirəm. Xəstədir, sudurqalı uşaqdır, dərmanlarla yaşayan uşaqdır. Mənim sağlam uşağımı həyatdan məhrum etdilər. Buna dövlət, ədalət necə haqq qazandıra bilər, necə laqeyd yanaşa bilər? Belə ədalət olar, belə hökm oxunar. Bəs hanı bu 4 nəfəri niyə məsuliyyətə cəlb etmədilər? Nə səbəbə görə? Əli deyir ki, mən gecə çağırdım bunu. Mən getdim Yasin evindən gecə çağırdım. Səhər çağırdım, apardım. Nə səbəbə görə onu məsuliyyətə cəlb eləmirlər? Mən hamısına etiraz eləyirəm, baş prokurorluğa, Sabunçu rayon prokurorluğuna, Ağır Cinayətlər Məhkəməsinə. Hamısına etirazımı bildirirəm ki, mənim uşağımın işinə düzgün baxmadılar. Razı deyiləm mən bu hökmlə. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin məhkəmənin hakimi Leyla Əskərova Məmmədovanın sədrliyi ilə 2024-cü il oktyabrın 2-də Sabunçu rayonu 71 saylı məktəbin 11-ci sinif şagirdi Həsən Qurbanova qətlə yetirməkdə ittiham edilən elə həmin yaşda Yasin Mirzəyevin məhkəmə prosesi keçirildi. Məhkəmə prosesində şahid ifadəsi dinlənildi. Ağazadə Mansurun və bəlli oldu ki, qrup şəklində yaranan bu münaqişənin sonunda Qurbanov Həsəni qətlə yetiriblər. Lakin buna baxmayaraq onlardan yalnız biri Yasin Mirzəyev məsuliyyətə cəlb edilib. Məhkəmə prosesində həmçinin sənədlərin tədqiqinə başlanıldı. Sənədlərin tədqiqi isə yalnız kamera görüntüsü idi ki, o kamera görüntüsündə 11-dən çox yeniyetmə üzü qəbirstanlığa tərəf gedir. Prokuror, dövlət ittihamçısı Yasin Mirzəyevə 10 il tələb etsə də, məhkəmə məşvərətə gedib hökm verərkən təqsirləndirilən Yasin Mirzəyevə 9 il 6 ay cəza verdi. Hörmətli valideynlər, hörmətli müəllimlər, hörmətli yeniyetmələr, bir-birinizlə adi bir davanı, adi bir münaqişəni kiminsə həyatından məhrum eləməklə yekunlaşdırmayın. İndi o gənclərdən biri, bu artıq neçənci hadisədir belə baş verir. İndi onlardan biri qəbirdə, digəri isə türmədə çürüyəcək. Bu gənclərin həyatdan getməməsi üçün, bu cür hadisələrin baş verməməsi üçün övladlarınızı maarifləndirin, həmçinin valideynləri maarifləndirin. Məktəbin işi şagirdləri nəinki təhsil vermək, həm də tərbiyələndirməkdir, maarifləndirməkdir. Bu cür halların baş verməsi ürək açan deyil ki, artıq bu neçənci hadisədir ki, neçənci məktəblidir ki, bu cür qətlə yetirilir. Sonunda da zərər çəkənlər analar olur. Analar övlad itkisini yaşaya bilmir. Bunu başa düşmək üçün həmin ananın yerində olmaq lazımdır. Övladını itirən ana olmaq lazımdır ki, onu başa düşəsən. Bu cür gənclərin yəni həbsdən sonra, cəzanı çəkdikdən sonra, geri qayıtdıqdan sonra da cəmiyyət üçün təhlükəli olub-olmadığını heç kim qabaqcadan deyə bilmir. Ona görə də övladlarınıza tərbiyə verin. Bir ala sözünə görə, ala eləmirəm, qrupdan çıxmıram sözünə görə adamı öldürmək həqiqətən çox belə qəddarcasına bir hərəkətdir. Bütün bunları həm məhkəmədəki
hakim Leyla Əsgərova Məmmədova, həmçinin Novruz Məmmədov yan hakimlər, məhkəmə kollegiyası bunu dəfə-dəfə ona dedilər ki, belə bir sözə görə adam öldürərlərmi? Niyə? Məqsədiniz nə idi? Yasin adında adamı ümumiyyətlə tanımayıb Həsən Qurbanov. Necə oldu Həsən Qurbanov öldürməyə Yasin Mirzəyev gəldi? Və bütün bunların baş verməməsi üçün övladlarınızı maarifləndirin ki, bu cür hadisələr bir də baş verməsin. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Bütün bunlar onunla yekunlaşır ki, gənclərin həyatına son qoyulur və onların həyatına son qoyulmamaq üçün sizlər də bizim video reportajı paylaşın, bölüşün ki, ibrət dərsi olsun kimlərəsə ki, bu cür hərəkətlərindən əl çəksinlər. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün.